Əziz dostlar, video kəsildi. Məcbur qaldım ki, qeydəm. Bir xatirələr deyirdim, onu deyim, sonra kitabımızı oxuyaq, bugündən hesab olsun. Yəni, buradan hesab olsun. Əvvəldən başlaram, sürətlə oxuyaram. Dedim ki, bizim o kətdə baca olurdu. Yəni, evlərin çoxunun pəncərəsi yox idi. Taza evlər düzəlirdi pəncərə. Məsələn, bizim dədə, nənə ayrılmışdılar. Dədəsigildən, dədəmgil ayrılmışdı. Və özünə 2 otaq deymişdi, bir dəhliz. Hərəsinin bir dana pəncərəsi var idi. Dəhlizin qapısı var idi. Amma otaqların da hərəsinin bir pəncərəsi var idi. Pəncərənin də şüşəsi var idi. Yəni camı var idi. Amma qədim evlərin yox idi. Bir bacası var idi. Və bu istəyirəm bunu deyəm ki, əgər bir kaxi düzəlibdir Kuruş zamanında və onu bazsazi eləyiblər. Bu o zamanın şeydi ya bugünkünün. Əgər bugünkü xiyalınızdan düzəldirsiniz, 2500 illər həbdi yoxdur, indi düzəldin da, indi gedin Taxta Cəmşiddə kax düzəldin, düzəldin, görək düzəldə bilirsiniz. Yol. Amma əgər o zaman düzəldirsiniz, o zaman birinci sual budur, fəlsəfi sual da deyil, elə bir tane tarixi, ictimai sual da, əlbəttə fəlsəfə sual da ola bilər. Budur ki, o zaman cam yox idi, şüşə yox idi, pəncərə nəyə qoyursunuz? Bu, o məsələdir ki, bunu istədim o bayaqçı videoda işarə eləyəm, olmadı. İndi qeydaq kitabımızı sürətlə oxuyaq, əvvəldən başlayıram. Ədəbiyyatımızın türkçülüyün əsaslarıdır kitabımızın adı. Ziya Kök alıb yazıbdır, 86-cı səhifədə yox. Səhifənin ortalarından başlayıram yenə də. Ədəbiyyatımızın milliləşdirilməsi və işlənilməsi. Nə cür eləyək ədəbiyyatımız həm milli olsun? Yəni, indi İranda eyni bizə tayda. Biz indi İranda Güney Azərbaycanlıların, türklərin dilini istəyək milli eləyək. Bunu nə cür milliləşdirə bilirik və nə cür bunu işlək dil, karbordi dil eləyə bilirik? Türklərə görə ədəbiyyatımız yüksələ bilmək üçün 2 sənət muzesində eğitim görmək zorundadır. Bizim ədəbiyyatımız 2 dana canlı muzədə sənət, yəni hünər, incəsənət muzəsində yüksəlmək üçün 2 dana dövrəni görməlidir. 2 dana eğitim, təlim-i tərbiyyətdən keçməlidir. Nədir? Bu muzələrdən birincisi xalq ədəbiyyatı, ikincisi batı ədəbiyyatıdır. Birinci muzə ki, xalq muzəsidir. Birincisi odur, ikincisi də Avropanın ədəbiyyatıdır. Türkçü şairlər və yazarlar bir tərəfdən xalqın gözəl əsərlərini, ötə yandan batının şah əsərlərinin model olaraq almalıdırlar. Deyir ki, indi bir türkçü şairimiz var. Şairimiz ya türkçülər, yazarlar, türkçüdürlər, türk yazırlar, yəni, ya türk şeir deyirlər, türk fikirləşirlər, türk roman yazırlar, bunları. Bir tərəfdən gələk xalqın gözəl əsərlərini, xalqın içində nağıllar, tapmacalar, filanlar var, bunları. Bir tərəfdən də ötə yandan, ötə yəni qabaq, bir ayrı yandan, yəni bir ayrı tərəfdən də batının, batı yəni qərb, yəni Avropa, Amerika. Bunların şah əsərlərinin, ədəbiyyatların, şah əsərlərinin model olaraq, model yəni ülgü olaraq götürməlidir, bunları oxumalıdır, bunlarla tanış olmalıdır. Bu 2 muzədən danışdı yəni. Türk ədəbiyyatı bu 2 çıraqlıq dövrəsini keçirmədən nə milli ola bilər, nə də gəlişə bilər. Deyir ki, çıraq, istədim onu deyəm ki, çıraq nədir? Çıraq bir vəsilədir ki, onu yandırırıq, işıq salar, yolumuzu taparıq. Türkiyədə usta şairdə, yəni bir usta var, bir dənə də onun şairdi var, Təbrizdə usta şair deyirik, ya şair deyirik. Ona, əlbəttə, hər riştənin özünün, məsələn, darqa şair bir dənə varımızdır, yəni darqanın şairdir. Yəni, hər işin özünün, məsələn, ustanın adı ilə çağırır. Məsələn, dəmirçi şairdir, mekanik şairdir, məsələn, nə bilim, rəhk şairdir, bənna şairdir, bu cüzdür. İndi, Türkiyədə bu şair yerinə çıraq deyirlər. Çünki bu ustanın çırağını tutarmış. Əgər işlədiyi yer qaranlıq olsaymış, çırağı tutarmış və ya yol gedəndə bunu ustana apararmış, evinə ötürərmiş, çırağı tutarmış və ya belə usta ona çıraq hesab olurmuş. Yəni, şagirdə usta çıraq olurmuş. Usta işıqmış ki, şagird onunla yolun görüb gedəcəkmiş, usta olsun. Bu anlam üçün hər halda deyir ki, Türk ədəbiyyatı bu 2 muzədə
tiraqlıq eləməsə, yəni şairlik eləməsə, nə milliləşə bilər, nə də gəlişə bilər. Yəni inkişaf da eləyə bilməz. Yəni biz hətmən Qərb ədəbiyyatını oxuyaq. Qərb ədəbiyyatı deyəndə baxın, Rusun da ədəbiyyatı deyilir. Biz Çinin ədəbiyyatına heç diqqət eləməmişik, Hindin ədəbiyyatına diqqət eləməmişik. Bunlarda da ədəbiyyat vardı, bunlar da görməlidirlər. O cümlədən bilirik ki, məsələn, Çinlilər İranlıların tərsəsinə ağac orada çox olduğu üçün tarixdə, məsələn, təxtə üstə yazırmışlar və təxtəni də ip ilə bağlırmışlar. Bir-birinə bəlli olurmuş ki, bunlar nə cür qalır. Və onu da saxlayıblar, indiyəcən qalıbdır. Əlbəttə, çoxu da yanıb, təbii ki, savaşlarda yanıbdır. Amma çoxu da qalır. Yəni, bunu iddia da eləmirlər ki, tariximizi türklər gəldilər, məsələn, Moğullar gəldilər. Moğullar gediblər Çinə də, bilirik. Ya Çinin alıblar, hakim orada. Amma Çinlilər orada iddia eləmirlər ki, Moğullar gəldi, bizim hər şeyimizi yandırdılar, biz da indi ayağa duranmırıq. Demək ki, ədəbiyyatımız bir tərəfdən xalqa doğru, o biri yandan batıya doğru getmək zorundadır. Demək ki, yəni bunu iddia elir. Yəni bu adam iddia elir ki, türk ədəbiyyatı bir tərəfdən gərək xalqa tərəf getsin, xalqa doğru. O biri tərəfdən, o biri yandan, yan yəni böyür. Deyirik ki, mənim yanımda otur. Bəzən deyirlər yamacıma dayan, yəni mənim məsələn sinəmə dayan. Yamac belə bir ayrı yerə yamac deyirik. Yanımda otur, yəni mənim kənarımda, qırağımda. Qıraq olmur da, yanımda, yan. Yanımda otur, yəni burada otur yanımda, böyrümdə. O biri yandan, yəni o birisi tərəfdən, o birisi yandan batıya doğru getmək zorundadır. Ədəbiyyatımız, dilçilərimiz məcburdur ki, batı ədəbiyyatına da göz açsınlar. Burada dedim, Japon və Çin və Hindistan da nəzərdə almalıdır. Hətta Misr də nəzərdə almalıdır. Ədəbiyyatlarda ərəb ədəbiyyatı da güclü bir ədəbiyyatdır. Xalq ədəbiyyatı nə kimi şeylərdir? İndi burada bir sual soruşur. Deyir ki, xalq ədəbiyyatı nə cür bir şeylərə xalq ədəbiyyatı deyirik? Nə cür bir şeydirlər? Öncə masallar, öncə yəni əvvəl, başda. Başda masallar, nəğillər, fikralar, gülməcələr, əfsanələr. O əfsanələr ki, tarixidirlər. Mənkibələr, məsələn bu ziyarətgahlarda zadda olanlar. Osturələr olar ki, tarixdən çox-çox qabaqdır. İkinci olaraq, əvvəl bunlar, ikinci olaraq nə mənə? Ata sözləri, bilməcələr, tapbaca bilməcə biz deyirik. Üçüncü olaraq nə mənə? Dədə Qurqud kitabı, Aşıq Kərəm, Şah İsmayıl, Koroğlu kimi hekayələr, cənginamələr. Beşinci nə mənə? Beşinci Yunus Əmrə. Yunus Əmrə türklərin, türk dünyasının bir arifidir, irfanıdır. Yunus Əmrə qayğısız, Karaca oğlan, dərdili kimi təkkə və saz şairləri, bunlar təkkə və şairləridirlər. Yəni, məsələn, Yunus Əmrə təkkə şairidir, yəni sufiyyə kimi bir şey və o birisilər də məsələn söz, aşıq şairləridirlər. Altıncısı nədir? Qaragöz və Nəsrəddin Hoca, Molla Nəsrəddin Hoca dedik, həm qocadan gəlir, həm də alimə deyirlər hoca. Molla demirlər bunlar. Molla ərəbcə sözdür, yəni dolu. Çünki mollalar boşdular. Çünki mollanın içində bir şey yoxdur. Mollanın içində xüsusən taza bir şey yoxdur. Mollanın oxuduğu kitabların hamısı 400 il, 500 il, 600 il bundan qabaqdır. Və içi boşdur, yəni bir şey yoxdur içində. Oradan ötürü ömrü orada 4 il, 5 il, 10 il, 20 il, 50 il sərf eləyəsən ki, gələsən burada bir şey deyəsən, vaqəən içində bir şey yoxdur. Qaragöz və Nəsrəddin Hoca kimi canlı ədəbiyyatlardır. Bunların misal budur ki, bu adamları, ya bu şeyləri mənzur milli ədəbiyyatdan ya xalq ədəbiyyat deyəndə bu sözləri mənzurumuz, muradımızdır. Ədəbiyyatımız bu modellərdən nə qədər çox feyz alırsa, o qədər çox milliləşdirilmiş olur. Deyir, bizim türk ədəbiyyatı nə qədər modellərdən, modellər dedik hancılardır? Dedik ki, həm Avropanı dedi modellər, həm də bu indi sayda 6 dana, 6 cürə bizim xalq ədəbiyyatı deyir bunlardan. Modellərdən nə qədər çox feyz. Feyz nədir? Feyz bir şey ki, yerdən coşa çıxa. İndi
fikrin ki bir dənə adam şeir deyir, şairdir. Bilmirəm, elə bir ki, Rəhimi, Kərimi cənabları elə bir mərhum oldu. Mən belə bir xəbər gördüm, bu Azərbaycanla İranın arasında dərcinlik zamanlarında çox diqqət edilmədi, məddi nəzərə gəlmədi. Amma elə bir ki, Allahın rəhmətinə gedib, inşallah belə olmasın. İnşallah Allah ömür versin. Amma mən bir belə xəbər gördüm, yaymadım da özüm. Dedim əvvələn bilmirəm doğrudur ya yalandır. Bəlkə biri yalan yazar. Bir də ki, bizə ciddi məsələmiz o zaman Azərbaycan məsələsi idi. Onun üçün onu yaymadım. Və bu da bir növ sansurdur əlbəttə. Bilirsiniz ki, önəmli xəbərdən ötürü bir ayrı önəmli xəbəri silirsən ya yaymırsan, bu olur sansur. Ədəbiyyatımız modern feyz almaq, yəni dedim, indi oradan deyək ki, Kərimi cənablarından bir şeir oxuyur. Bu şeirdən bizə bir şeylər zehnimizə, oradan bir şey coşur da, onun qanından, canından, ağzından, vücudundan bir şey coşur və biz onu eşidirik və ondan bir şeylər alırıq. O elə orada qutulub getmir, o bizim zehnimizdə bir şeylərə çevriləşəcəkdir. Deyir ki, o olur feyz, yəni biz oradan su kimi qalxırdı, belə yerdən coşurdu, bulaq kimi, biz oradan bir şeylər aldıq, bir istikan su kimi aldıq, içdik canımıza və susuzluğumuz getdi. O qədər çox milliləşdirilmiş olur. Nə qədər millətimizdən çox alsaq ədəbiyyatımızda, o zaman çox milliləşdilər. Ədəbiyyatımız ikinci tür modelləri də Hümerlə Vergildən başlayaraq bütün klasiklərdir. Deyir, ikinci modellər, Avropanın modelləri, burada deyir, ikinci tür cürdür. Biz cür deyirik, Türkiyədə bunu tür deyirlər. O qədər fərqi yoxdur. Əslində görürsünüz ki, o qədər cürünlə türün fərqi. Biraz dilimiz şirin olsa, biz də tür deyəcəyik. İkinci tür modelləri də Homer şairdir, Yunan şairidir. Əlbəttə, indi şək gelirik biz bunun varlığında, yoxunda və o kitab ki, ona istifadə. Çünki, məsələn, 2500 il ya 4000 il bundan qabaq bu adam nə üstündə İbelə şeiri ya İbelə nağılı yazıbdır. Hangi əlifbə ilə yazıbdır, nə tür yazıbdır, nə tür saxlayıbdır. Bunlar hamısı məsəldirlər. Vergildən, bilmirəm, Vergildən başlayaraq, yəni o kitablardan başlayaraq bütün klasiklərdir. Bütün klasik kitablar ki, dünya ədəbiyyatında bir klasik deyə kitablar var. Klasik, üst-üstə deyim ki, bəlkə bir 100 il bundan qabağa getdikcə klasik deyilir. Xüsusən o zaman ki, güc çatmır, kitab ucuz deyil. O dövrənin xüsusən kitablarına klasik deyilir. Dedim, illəti budur ki, o dövrədə kitablar çox çətin tapılırdı, çox çətin və adamlar da bunu yazanda aylar, illər vaxt qoyurdular, yazırdılar. Çox bunları önəmsir insanlar. Və doğrudan da budur ki, içində siz yüzlər min lüğət görə bilirsiniz. Amma indiki romanlara baxsaz, fərq eləməz ingilis olsun. Yıxsaz görərsiniz ki, 10 min lüğət ilə bir dənə roman yazılıbdır. Hələ 10 minə də çatmaz. Yəni, bəlkə bir gün adam belə bir kompüterə verə deyə, məsələn, bu kitabda neçə dənə əzdər, filan. Yəni, bunları qoysaz bir-birinin dibinə görəcəksiniz ki, görsədəcək ki, bu kitabda, məsələn, kəlmələr neçə dənədir. Mən əlbəttə istədim bir təhqiq eləyəm, mütəəssifانə dostlar köməklik eləmədilər. Çünki elə PDF-ə çevriliydi. Məsələn, bəzi elmi kitablar var, bunu çevirək biz PDF-ə, PDF deyəni əlbəttə. Bunu o PDF-ə çevirilək ki, eləyə bilək Windows ya bir şey, bunun hərflərin, kəlmələrin sayısın. Onda, məsələn, biz görək ki, filan kitabı ki, məsələn, mən kimin kitabını istirdim? Rıza Şahı yazan Sadiq Ziba Kələm var. Onun kitabını istirdim, oxuyam, görəm ki, məsələn, Rıza Şah adı gələndə neçə dəfə tohin eləyib Rıza Şaha, ya ona sifət işlədib. Qacar adı gələndə neçə dəfə tohin eləyib, ya sifət işlədibdir. Bunları mən istirdim, axtaram, çıxadam. Mən xüsusən, məsələn, hətta dostumuz Məraği cənablarının, Muradiyə Məraği cənablarının yazılarını normalda oxuram. Çox hörmətim var, çox böyük tarixçimizdir. Amma daimən diqqət edirəm. Hər vaxt Qacar sözünü işlədir, onun yanında bir dənə mənfi sifət işlədir. İmkansızdır Qacardan və Qacar şahlarından ad çəkə, amma onun yanında məsələn deməyə müstəbid, diktator, məsələn zənbarə, həvə, bir şey deyəcək, mənfi bir şey deyəcək. İlla ki, gərək desin. Yəni, tarixçiyə əslən bəiddir, gərək bunu deməyə. Çünki tarixçi qəzavətə girməz. Siz o zaman ki, qəzavət edirsiniz, o zaman tarixi böldünüz iki yerə. Bir,
O adam ki deyirsiniz müstəbiddir, bir adam ki deyirsiniz müstəbid deyil, qutuldu. Sizin işiniz qutuldu da tarixiniz tarix deyil. Sizin tarixiniz tərəfdardır. Hər halda sözlərimizi sürətlə kitabımızı oxuyaq. Çünki bir dənə də qismətin keçdi orada. Əlbəttə yenidən başladım. Onu da titrini dəyişdirəcəm. Yeni başlayan bir milli ədəbiyyat üçün ən gözəl örnəklər klassik ədəbiyyatın şah əsərləridir. İndi bizim özümüzün də şah əsərlərimiz var da, yəni klassik ədəbiyyatımız var. O kitablar ki, keçən 100 ildən qabağa yazılıbdır. Onlar klassik hesab olur. Məsələn, tamam şeir divanları klassikdirlər. Ərz eləyim xidmətinizə. Tarixlər klassik kitablardılar. Aşıq nağılları ki o zaman yazılıbdır ya deyilibdir, onlar klassikdirlər. Əgər kitab şəklində çıxsalar klassik olarlar. Yəni bizimki də tarix hesabıdır da, tarix üzü ilə klassik bəllidir. Bir dövrənin kitablarına indi mən ayırmıram dəqiqən 100 il falan, amma bir dövrənin yazılmış kitablarına klassik deyirlər. Ya hətta klassik düşüncə deyirlər. Klassik fəlsəfə deyirlər. Çünki bu bir dövrəyə aiddir ki, o dövrə keçibdir. Bir ayrı dövrədir yox indi. Məsələn, biz indi internet dövrəsindəyik. Məsələn, biz internet dövrəsində yavaş-yavaş bundan danışa bildik ki, şəfahi təsviri dövrə və kitab dövrəsi. Bu şeydən danışa bildik. Bir yazı dövrəsi var, bir də danışıq və təsvir dövrəsi var. Yəni, indi əlan mən burada bu ya kitab olsun, ya danışıq nə fərq eləyəcək? Əlbəttə, danışıq daha rahat. Türk ədəbiyyatı klassiklərin bütün hər nə, orasını deyir ki, yeni başlayan bir milli ədəbiyyat üçün, məsələn, bizim Güney Azərbaycanda bir milli ədəbiyyat başlayacaq. Yəni, bu Azərbaycan, Türkiyə, Ermənistan və İran məsələləri bu keçən bir ilin içində və indiki davam tapır. Bunun sonucu bura yetişəcək ki, biz Güney Azərbaycanda ədəbiyyatımız güclənəcək. Yəni, bəlkə də idarə olacaq, bəlkə də siyasi olacaq, bəlkə də rəsmi olacaq, bəlkə biraz bəlkə sürər, amma bunun təsirində olacaq. Yəni, İran gücün gördü. Türklərin gücün siyasi və nizami olaraq gördü. Bunu iqtisadi olaraq da gördü. Bunu pan-İranistlər də düşünəcəklər geci-tezi. Onlar içində Clubhouse-da və İran fars medialarında boğazlarını yırtırlar. Onlar da bunu geci-tezi görəcəklər. Məsələn, bu günləri Ermənistanın baş naziri Paşinyan deyibdir ki, Azərbaycan Zəngəzurdan yol çəkə bilər, dəmir yolu və şusa yolu çəkə bilər, onundur, onun haqqıdır. Və Azərbaycan da bu haqqı deyibdir ki, əgər Ermənistan verməsə, biz zorla alarıq. Yəni, o sözü dünənləri Prezident İlham Əliyev buyurdular. Bu gün orada Paşinyan dedi, yox, zorla almayın da ver ağa. İndi İran burada heç iş görə bilməz. Yəni, İran iki məmləkətin arasına girə bilməz. Çünki əslən İrana dəxli yoxdur ki. Ermənistan bəlkə istədi Zəngəzuru qəramət olaraq verək. İran deyə bilməz ki, əlbəttə İran eləyə bilər deyə ki, icazə verin, mən Azərbaycanın qəramətini verim və Zəngəzuru verməyin, qalsın Ermənistanda. Onda da Azərbaycan yolunu alar, xəsarətini də alar və torpağı da əlbəttə onun torpağıdır və fəqət xəsarətini alır. Amma torpağın gücü bir zaman istəsə, bəlkə ya bir ayrı savaş gücüsü onda gedib alar. Hər halda milli bir ədəbiyyat qurmaq üçün, məsələn, biz Güney Azərbaycanda istəyək bu günə yetişəcək inşallah quranda, ən gözəl örnəklər bizim milli ədəbiyyat qurmaq üçün nədir? Klassik ədəbiyyatın şah əsərləridir. Bizim özümüzün, məsələn, Şah İsmail dastanı, Koroğlunun dastanı, Üstəd Çaldırış, çoxlu bizim hekayələrimiz var, aşiqanə hekayələrimiz var. Bunların hamısı bizim klassik ədəbiyyatımızın şah əsərləridir. Türk ədəbiyyatı klassiklərin bütün estetik qidalarını içinə sındırmadan romantiklərə və daha sonraki məsləklərə yanaşmamalıdır. Deyir ki, Türk ədəbiyyatı, yəni biz Güney Azərbaycanlılar da o cümlədən klassiklərin, dedim, o ədəbiyyat iki adı klassiklərin, onların bütün estetik dedik hünər, onların bütün estetik qidalarını, qida ərəbcə biz qəza deyirik, yemək, qəza. Bu qəza sözü ərəblər bizə tay demirlər, qida deyirlər. Türkiyələr də ona qida deyirlər. Burada da qafla yazılıb,ğ-la yazılmayıbdır. Bu da qidadır. Qidalarını, yəni onların içində olan o faydalı bölümlərini içinə sındırmasa, öz içində sındırmasa, yəni
içine almasa romantiklərə bir klasik var, bir də romantik var. Bunu da deyim. Hələ çoxdur əlbəttə. Bir də romantik. Romantiklər də bizə, yəni aşiqanələr də. Aşiqanələr var və daha sonrakı məsləklər, daha sonrakı ayrı səbkilərdə ki yazılıbdır. Onlara deyir yanaşmamalıdır. Yanaşmaq, yəni yaxınlaşmaq. Yanaşmamalıdır, yəni mənfi elir sözü. Yəni ona yaxınlaşmamalıdır. Yanaşmaq yan sözündən gəlir. Dedik yan kənar, yanaşmaq, yəni məsələn fərz eləyin ki, mənim bu əlim durubdur, bu buna yanaşır, yaxınlaşır. Bu onu deməkdir. Çünki gənc millətlər idealləri, qəhrəmanlıqları ucaldan bir ədəbiyyat muhtacdırlar. Deyir ki, çünki gənc dedik cavan bir millətlər, bizim kimi ki, inşallah dövlət quracaq, biz İndi bizim neçə ildir millət ruhu geçibdir insanlarımızın canına, hiss edirik ki, biz millətuq. Bu hissi bizə bizim indi demək olar ki, məsələn, hələ gənc də yox, biz çox, burada deyirlər ki, İranda nocavan deyirlər, burada deyirlər, Allah, indi sözü yadıma çıxdı ingiliscəsi, o beyniqanlıq dövrəsi deyib. Biz Türkcəmizdə biz cahıllıq, cavanlıq dövrü deyək, yəni o dövrüdür, yəni o dövrü deyək bizim indimiz. Və sonra gənc millət olacaq, dövlətimizi qurandan sonra, vətənimiz əlimizdə olandan sonra hər cəhətdən özümüzə bir millət deməyə bu ləyaqətimizi isbat edəcəyik. Qəhrəmanlıqlar ucaldan bir ədəbiyyata muhtacdır. Deyir ki, qəhrəmanlıqları, məsələn, mübariz o Azərbaycanda 5-6 il bundan qabaq Təhcanına durdu, getdi, müsəlsəli götürdü, getdi ermənilərin içinə və 50 nəfərdən çox adamı öldürəndən sonra özü də şəhid oldu. Məsələn, siz istəyirsiniz ona görə bir hekayə yazasınız, bir roman yazasınız, bir film çəkəsiniz. Bu bir qəhrəmanlıqdır. O ədəbiyyatı deyir, dünyanın öz ədəbiyyatımızın da şah əsərləri ilə tanış olmasaq, məsələn, Şah İsmaili biz yaxşı oxumasaq, Leyli Kərəm, əsli ilə Kərəmi yaxşı oxumasaq, ərz edeyim xidmətinizə, məsələn, Şikari nağılların, şəfaiti mən eşitmişəm bunu, onları yaxşı başarmasaq, təbii ki, yaxşı bir nağıl yazanmarıq. Çünki geçəcəyi boş olan bir nağılı istəyirik indidən yeni nağıl ədəbiyyatı yaradaq. Çox uzun çəkər, amma biz onları bilsək, daha bir qəhrəmanlıqları ucaldan bir ədəbiyyata muhtacdır. Bir millət, cavan bir millət. Klasik ədəbiyyatlar genəlliklə bu amacı sağlayacaq nitəlikdədir. Klasik ədəbiyyatlar, yəni keçmişdə yazılan ədəbiyyatların hamısı bu qəhrəmanlıqlar, genəlliklə, yəni ümumiyyətdə o kitablar, ümumiyyətdə, içində də istisnalar var, amma ümumiyyətdə, genəlliklə, ümumiyyətdə bu amacı, yəni bu hədəfi ki, biz istəyirik, qəhrəmanlıqları gənc millətlər istəyirlər bunu ucaldalar, deyir, bunu saxlayacaq nitəlikdədir. O vəziyyətdədir, o durumdadır ki, eləyə bilər bunu saxlasın, yəni bu qəhrəmanlıqları ya o ədəbiyyatı saxlasın. Son zamanda Fransada klasik ədəbiyyatın bu itici rolunu qanıtlayan canlı bir dəlildir. Son zamanda, yəni bu adam məsələn dediği 100 il bundan qabaq kitabı yazıb, fikrin ki, məsələn 150 il qabaq məsələn olur son zaman. Son zamanda Fransada klasik ədəbiyyatın bu itici itələtməkdəndir. İtilətmək, əvvələn biri var itələməkdir, yəni itəlirik. Biz bıçağı da itilədəndə onu itəlirik da, yəni bir şeyin üstündə dalı-qabağa itəlirik, ona deyirik itiləmək. İtiləmək, yəni o it kəlməsindəndir ki, biz həm itə deyirik, köpəyə it deyirik. Amma Türkiyədə it, yəni itələ, bir şeyi itələmək. Bu bir, bizdə də deyirəm da, itələmək sözü var. İndi bunu əmr eləsək, itələ. Biz beləsi deyirik, amma bunu indi istəyək əmr şəklində deyək, it. Yəni, sən itələ. Bu, o feilin əmr halətidir. Son zamanda onun bu itici, yəni ya yaxdı eləci, ya da ki, mənim nəzərimdən, yəni onu farsca tiz deyirlər. İtilədən, ya itəliyən, qabağa, önə zorlayan.
lorunu qanıtlayan yəni onu sabit eləyən, türkcədə sabit kəlməsi ki, ərəbcədə onun yerinə canlı bir dəlildir, bir doğru dəlildir. Dostlar, icazə buyurun görün bu, iki paragrafda oxuyaq, bu səfəni qutaraq, amma görüm ki, nə qədər vaxtım var. Okey. Səfəmiz geçdik 70-87-yə. Bununla birlikdə biz Batının öncə yalnız klasiklərinə dəyər verməklə romantizmin sağlayacağı yararlardan da büsbütün yoxsun olmamalıyıq. Çünki romantizmin əsası xalq ədəbiyyatıdır. Görün nə dedi? Deyir ki, baxın, bu bir düşüncədir, bir fəlsəfədir. Bu bizə öz fikrin deyir ki, biz ədəbiyyatımızı necə gücləndirə bilirik? Biz də bunu ayrı cürəsini düşünə bilirik. Hər kəsin öz təcrübəsinə görə, düşüncəsinə görə eləyə bilər buna gətirsin və bunları danışsın. Bununla birlikdə biz, yəni biz türklər, Batının öncə, yəni əvvəldə Batının klasiklərinə dəyər verməklə onun klasik ədəbiyyatına dəyər, ərzişin, qiymətin türkçəsidir. Dəyər verməklə, yəni ona dəyər veririk, romantizm dedik, aşiqanə kitablar. Bizdə Leyli Kərəm. Xalq ədəbiyyatı deyir ki, romantizmin sağlayacağı, yəni o düzəltdiyi və himayət elədiyi hətta yararlardan, köməklərdən yararlar, yəni himayətlər. Sağlayacağı himayət, yəni o ədəbiyyat, o aşiqanə ədəbiyyat özü bir aşiqanə ruh yaşadır. Aşiqanə düşüncə yaşadır. Bunu yararlardan, yəni onun faydalarından, onun köməyindən da büsbütün yoxsun qalmamalıyıq. Ondan büsbütün, yəni kamil, ərəbcəsi kamildir. Büsbütün, yəni tamamilə yoxsun qalmamalıyıq. Deyir ki, yəni biz deyək klasikləri oxuyacaq, amma romantizmin dövrəsinin kitablarını oxumayaq. Deyir, belə eləməyək, qalmamalıyıq. Çünki romantizmin əsası, romantizm aşiqlərdə, məsələn, fərq edin ki, mən bir dənə xanıma aşiqəm, ya bir dənə xanım bir dənə oğlana, ya mənə aşiqdir və o düşüncələrin yazır gündə. Mən bir zaman bunları yazardım, hər gün yazı yazardım. Başıma gələnləri və düşüncələrimi yazardım. Deyir ki, o aşiqanələrinizi gündə yazsaz, nə düşündüm, mən bu xanımı sevirəm. Buna görə nə düşündüm, özümdə nə dedim, ona nə dedim, o mənə nə dedi, mən ondan nə intizarım vardı, o məndən nə tür bir şey oldu, mən onda nə intizar yaratdım, nə təpkiş. Bunları yazanda olur nə mənə? Xalq ədəbiyyatıdır. Deyir ki, bunun əsası xalq ədəbiyyatı. Çünki xalqın dili ilə o qızın, o xanımın, onun nənəsinin, onun bacısının, öz nənəvin, öz bacımın, öz dədəvin dillərin ayrı-ayrı yazırsan. Məsələn, mənim dədəm yaxşı bədəxloqdur. Deyir ki, olan adamla arvada məsələn fikir verərsən də dəlisən, dəli oğlu, dəli cəkkinən məsələn adam da evlənər, subaylıq, sultanlıq. Məsələn, nənəm də deyir ki, yox bala, məsələn, bir qız alcınən ki, bizə şey olsun, məsələn, elə olsun, belə olsun, o cür olsa mən almaram. Məsələn, bacım da deyir ki, o qız nə deyir, biraz məsələn, qərədir, sən bir yaz ağ qız alcınən filan məsələn. Ya məsələn, arıqdır, fısqa, sısqa kimi bir şeydir, sısqadır. Məsələn, hər kəsənin ağzından bir sözlər çıxır, fərqli. Onları bu romantizm ədəbiyyatında onları yazırsan. Çünki bu adamları yaşadırsan. Oxuyan, bunları oxuyanda o adamları yaşır. Mənim nənəmlə də yaşır. Bu mənim, baxın, nənəmə bənzir ki, əslində mənim nənəmdir bu. O oxuyan bunları yaşır. Ona görə deyir, bu xalq ədəbiyyatıdır. Avropadakı bütün romantizm hərəkətləri xalqa doğru getməklə, xalq masallarını və dastanlarını örnək almaqla başlamışdır. Avropadakı, deyir, bütün romantizm ədəbiyyatı, yəni aşiqanə ədəbiyyatlar, hərəkət olur həm, baxın, buna görə demir ədəbiyyat hərəkət deyir. Çünki həm nəqqaşidə, həm mücəssəmədə, həm filmidə, həm teatrda, həm öz boyalarında, paltar boyasında, bunların hamısı və geyimlərdə, paltar geyimlərində bu özün görsədir. Yəni, məsələn, siz fikir eləyin ki, bir dana xanım qız bir dana oğlana aşiqdir və oğlan onu bilmir. Məsələn, bir cür giyinir, bir cür başını darır, bir cür, məsələn, telinə bir şey vurur, məsələn, bir cür ot kolunla ətir vurur üstünə, bir cür, məsələn, bəzənir, hazırlanır, başmağın, fulanın, bəhmanın, kipin, çadrasın, fulanın, paltarında ki,
o oğlan bunu düşünsün, görsün. Siz indi istəyirsiniz bunu onları canlandırasınız nağılda. Deyir ki, romantizm xalqa hərəkətlər, ona görə dedim hərəkət deyirlər, xalqa doğru getməklə. Deyir ki, yəni o yazarlar xalqın içinə getdilər, xalqın dilində olan sözləri. Məsələn, adam söyüş verir, o söyüşün hətta nə cür verməsini də yazır. Dostlar, söyüş istəyək istəməyək bizim kültürümüzün, mədəniyyətimizin, tariximizin bir parçasıdır. Yəni, inkar eləyə bilmərik ki, bizim eşitdiklərimizin gündə bir çoxu söyüşdür. Və bu bizim istər-istəməz fərhəngimizin bir parçasıdır, tariximizin, təməddümüzün bir parçasıdır. Yəni, bəşəriyyətin, fikir eləməyin ki, dünyada fəqət farslar söyüş deyirlər. Türklər də söyüş deyirlər, ərəblər də deyirlər, ingilislər də deyirlər, kanadalılar da deyirlər, İttifaqən, məsələn, Amerikalılar, ingilislər daha çox, əgər o cürsi baxsaq, söyüşçüdürlər. Çünki onlar televizyonda da söyüş verə bilirlər. Məsələn, televizyonda görürsən ki, çox rahatca deyir ki, məsələn, biz bu sözü işlətmərik da, məsələn, mən bunu deməyəcəm, yəni. Türkcəsini deməyəcəm ki, hələ farslar bilər. Əshol, məsələn, deyir ki, məsələn, prezident əsholdur. Ya, məsələn, Amerikanın, Kanadanın seçkiləri idi bir ay bundan öncə, məsələn, burada seçkilər şey olurdu. Televizyonda danışırdı, bir-birinə deyir ki, məsələn, nəxus vəzir, Kanadanın o zamanki və indiki nəxus vəziri, məsələn, əsholdur. Yəni, bu rahatlıqda eləyə bilir televizyonda desin. O halda ki, məsələn, bunu biz Türkiyə çevirsək, ağzımızdan çıxarsaq, məsələn, mənim nənəm eşitsə, sabah deyəcək ki, sən bu sözü niyə dedin? Amma bu bir şeydir, yəni bu ədəbiyyatın bir qismətidir. Romantizmin nağıllarında bunları da yazırlar. Çünki bunlar onun bir parçasıdır. Bunu yazmasan, o ailəlikdən çıxar. Siz ona sterilizə elərsiniz. Sterilizə eləyəndə oxucu eyni İran filmlərinə bənzər. Adam ər-arvad gedirlər otağa, paltarlı gedirlər təxtiqaba, amma arvad səhər hamilədir. Nəcür oldu bu? Əlləri də bir-birlərinə dəymir. Təbii gəlmir, heç kəs bunu inanmır. Film düz deyil, nağıl düz deyil, heç zat düz gəlmir. Bunun üçün siz bunu yazanda məcbursunuz ki, məsələn, onu yazasınız. Məsələn, bir zaman bizim ədəbiyyatımızda deyir ki, qeytani dodaqlar. İndi məsələn deyir ki, qalin dodaqlar olubdur, bu yoğunluqda hamı elə bir yumruq vurub şişibdir. Məsələn, hamı ondan danışır. Məsələn, bunları yazırlar. Bu xalq. Deyir ki, indi, çünki romantizmin əsası xalq ədəbiyyatıdır. Bunu istədim deyim. Tamam. Xalqa doğru getməklə xalq masallarını və dastanlarını örnək almaqla başlamışdır. Deyir ki, xalqa tərəf gedib və xalqın ağzında olan masalları, dastanları, hekayələri alıb onu örnək tutalaq, onları nümunə tutalaq. Yəni, bir nəfər, məsələn, fərq edin ki, mənim, məsələn, dayım bir şey yaşayıbdır. Onu nə cür tərif edir o dastanın, o gözəlliğin, onu sən o gözəlliğin orada gətirə bilirsən. Bu hekayəni, nağılı demək də hər adamın işi deyil. Məsələn, hər adam coş deyə bilməz, güldürə bilməz. Əlbəttə, İranda coşla güldürürlər, İranda söyüşlə güldürürlər. Və bu qədər insanları aşağıladıblar ki, insanlar söyüşə gülürlər. Bu da bir fəlsəfədir. Yəni, məsələn, mənim fəlsəfəm budur ki, insanları bu qədər aşağılamamalıyıq, onları söyüşlə güldürməməliyik, onları o yad aşağılamayıq ki, belə söyüş veririk və onlar orada gülürlər. O halda ki, biz tohin edirik onlara. O da bir fəlsəfədir ki, adam deyir ki, mən çox rahat olacağım. Rahatçılıq tohin deyil. Rahatçılıq tohin deyil. Adamlar pul verməyiblər, gələrlər, sən orada tohin işləyir. Demək ki, biz ədəbiyyatımızı yetkinləşdirərkən klasizm və romantizm dönəmlərini birlikdə yaşamış olacağız. Demək ki, bəs biz ədəbiyyatımızı yetkin, yəni yetişmiş, deyək ki, demirəm kohənsali, farsça kohənsali, qocalıq yox. Biraz yetişkin də, yəni bir sinnə yetişibdir ki, daha bu cavan-cahıl demirik. O dövrə yetkinləşdirkən, yəni bunu ağılla doldurduqca, bunu gücləndirdikcə, beləsi deyim, nə olur? Klasizm
yəni klassik ədəbiyyata bağlı olmaq və romantizm, aşiqanələrə bağlı olmaq dönəmlərini, o dönəmlərin kitablarını birlikdə yaşamış olacaq. Deyir, onları biz oxuduqda, onları yaşayacaq zehnimizdə. Millət olaraq, ya yazarlar olaraq, düşüncələr, şairlər olaraq. Öyle isə Batı ədəbiyyatını ruhumuzla özümləməyə çalışırkən Batı romanlarının xalq ədəbiyyatlarından nə cür yararlandığını da anlamağa çalışmalıyıq. Deyir ki, öyle isə əgər deyir bu cür ki, Batı ədəbiyyatı getdi millətin içinə və oradan aldı və biz bunları oxuyanda o iki dövrəni yaşırıq. Deyir, əgər belə olsa, öyle isə, belə olursa, Batı ədəbiyyatını ruhumuzla özümləməyə, özüm. İranda buna məniyyət deyirlər farsça. Özümləşdirmə, yəni mənim bir parçam olmaq. Mən olmaq, özümləşmək, yəni mənim bir parçam, mən olmaq. Məniyyət. Ya çalışırken, yani deyir, onu biz çalışırıq ki, özümüzün eləyək, özümüzün içimizdə olsun, bizdə yaşasın, biz onu yaşayaq. Batı romanlarının xalq ədəbiyyatlarından nə cür yararlandığını da anlamağa çalışmalıyıq. Deyir, onda görəcəyik ki, çalışacağıq ki, görək, bu Batı romanları ki yazıblar, bunlar xalq ədəbiyyatından nə cür faydalanıblar, yararlanıblar, yəni faydalanıblar. Deyir, bunu da çalışacağıq ki, görək. Ədəbiyyatımızın Batı başyapıtları, üzr istəyirəm. Mən saladımın azlığından. Başyapıtları, yəni şah əsərləri muzəsində geçirdiyi çıraqlığa da milli ədəbiyyatımızın yetkinlik qazanması deyə bilərik. Deyir ki, Batı ədəbiyyatının baş yapıtları, başdır, yapıt da məsnui düzəltməkdir. Yapı, yəni bir dənə məsələn bina. Bu yapıdır, ya bir dənə işdir, bir dənə bir şeydir ki, düzəlibdir. Baş yapıtlar, yəni indi biz bir dənə nəğli, ya bir dənə romanı, ya bir dənə şeiri yapırıq da, yəni yazırıq bunu. Məsnuicən düzəldirik. Bu eşitdə yoxdur ki, bunu biz düzəldirik. Bu olur yapı. İndi baş yapı, yəni şah əsər. Baş yapıtlar, yəni o kitabları iki şah əsərlər iki düzəliblər, onun muzəsini getirdiyi çıraqlığa. Yəni bizim ədəbiyyatımız gedir, onlar ki bizdən qabaqlar, biz onlardan örgəşirik. Baxın, bunu gərək etiraf eləyək ki, bizim ədəbiyyatımız, dilimiz, ya fəlsəfəmiz, ya teknolojimiz dalıya qalmış. Bunu gərək qəbul eləyək. Qəbul eləməsək, gedə bilmərik qabağa. Millətçilik bu deyil ki, biz inkar eləyək. Yox, biz dünyanın ədəbiyyatımız yaxşıdır. Yox, vaqiqiyyət budur ki, bizim dilimiz, ədəbiyyatımız inkişaf eləməyibdir. Türkiyənin ki, ədəbiyyat inkişaf elədi və dünyada şey də aldı. Caizə də aldı. Ərəblərinki də. Amma Güney Azərbaycana feylən biz bu vəziyyətdə deyilik. Deyir ki, o şah əsərlərin muzəsində, yəni o kitablar, klasikləri siz bir muzə hesablayın, ya o romantizm nağılları, romantikləri görəcəksiniz ki, o bir muzə hesabla. Bir ora gedəndə, orada çıraqlıq eləsək, yəni şagirdlik eləsək, milli ədəbiyyatımızın yetənəklik qazanması deyə bilərik. Deyir ki, bizim milli ədəbiyyatımız orada çıraqlıq eləyəndə nə qazanacaq? Yetənəklik qazanacaq. Yəni, bir buluğ, farsca, ərəbcədir əlbəttə, fars deyil, buluğ qazanacaq. Yəni, onları oxumaqla bir neçə ilin içində məğzi, ədəbiyyatı, düşüncəsi, fəlsəfəsi də inkişaf eləyəcəkdir. Bu ifadələrdən anlaşıldı ki, milli ədəbiyyatımız milləşdirmə və batılaşdırma adları verilən iki eğitim devrəsindən keçdiyindən sonra milli həm Avropalı bir ədəbiyyat halına girəcəkdir. Deyir ki, indi baxın, sözü belə gətirir. Deyir ki, bu ifadələri ki verdik üstə, ifadə fayda. İfadə vermək, biz bilirsiniz, figur tutmağa, ya bunun bir ayrı şeyi var idi. J-la, içində J kəlməsi var idi.
Məsələn, jigulluq, jigulluq. Şik durmağa jigulluq deyirdik, cəlibdir. Hər halda ifadə yəni fayda vermək. Bir də bilirsiniz biz türkçədə ifadə deyirik. Yəni adam biraz məsələn kilas qoyur falan, buna da ifadə deyirdik. İfadələrdən anlaşılır. Yəni bu üstdəki sözlərimizdən ki fayda verdik. İfadə vermək yəni fayda verdi üstdəki sözlərdən. Milli ədəbiyyatımız milliləşdirmə və batılaşdırma adları. Deyir biz indi bu işləri keçsək, iki muzədən keçsək, bizim ədəbiyyatımız həm milliləşdirəcək, həm də batılaşılacaq. Bunlara da ad verilən iki eğitim dövrəsindən keçirilir. Deyir ki, iki eğitimdə bir milli ədəbiyyatımızdan, millətin içindən, bir də oradan. Bu eğitim, bunların təlimindən, tərbiyəsindən nə olacaq? Keçdikdən sonra, bunlardan keçdiyi iki dövrəni keçirdikdən sonra milli, həm Avropalı bir ədəbiyyat halına girəcəkdir. Bizim ədəbiyyatımız həm bir milli, həm də Avropalı ədəbiyyatına girəcəkdir. Bu farsların tərsi düşünür. Bu yazarımız deyir ki, biz təəssüb qoymayaq, deməyək ki, almayaq, dilimiz değişməsin. Dil yox, Allah dilimiz də değişsin, ədəbiyyatımızın forması da değişsin falan. Bu örgəşaq, dünyadan örgəşaq. Açıqdır. Bizim dədə-babalarımız da bu qədər açıq imişlər. Nümunəsi Qacarlardır, Nadir Şahdır və Səfəvilərdir. Və ha belə getdikcə Səlcuqlar, Qəznəvilər, bunlar da dünyaya açığımışlar. Qardı tutmayıblar, deməyiblər almırıq. Alıblar. Əlbəttə nə qədər o qədər alaq ki, indiki kimi çönaq dilimizi əldən verək, şərək fars olaq. Bu almaq deyil, bu assimilasyondur və bu biz almamışıq. Bunu bizə, baxın, dədələrimiz bu şəkildə deyəkdir. Qacarları deyirlər, Qacarlar dövründə farsları baxın, Qacar dövründə kulli farsları İranda yığacaqsız, yəni dövlətdəki fars danışırlar, 100 nəfər deyir. Onun üçün bunu bizim qulağımıza keçirdilər. O dövrədə idari, mən özüm bunu demişəm, divani dil fars dilidir. Divan dili deyəndə, baxın görün neçə dana divan. Məsələn, 7 dana, ya 6 dana, ya 8 dana məmləkət var. Hər məmləkətdə deyək ki, 2 dana, 3 dana, 5 dana da maliyyatçı var, idarə vardır ki, bu divan dili ilə yazacaqdır. Qalanları məhəlli dil danışırlar, o məntəqənin dilini danışırlar. Bunun üçün fars dili heç vaxt idari dil və heç vaxt milli dil olmayıbdır. Ola bilər ki, divan dili olub. Divan. Divan, yəni o adamlar ki, idarələrdə yazı yazırdılar. Mirzə Benevislər. Mirzə Benevislərin dili ola bilər. Məsələn, indi idarələrdə deyirlər ki, məsələn, nə deyirlər? Deyirlər ki, görüm, əgər yadımda, hurufçi. İdarələrin bir hurufçinisi var. Yox, o yox, o yox. O adam ki, bir dənə naməni yazır, verir hurufçinə şeylə, o yazan. Qədim katib deyirdilər, indi bilmirəm nə deyirlər. Divan üzvü deyirdilər. Milli ədəbiyyatımızın quruluşunda türk ocaqlarının da böyük bir rolu vardır. Pəs türk ocaqlarında milli ədəbiyyatımız qurmaqda türk ocaqlarının, ocaqlar dedik nə mənə əncümənlər, dərrəklər, bu cür bir yerlərə ocaq deyirlər. Ocaqların da böyük bir rolu var. Rol ingilisi sözdür, yəni bir farsda olur nəqş, bir yeri var. Bir özəlliyi var. Türk ocaqları səhnələrində xalq tiyatrosu olan Qaragöz ilə orta oyununu ara sıra göstərərək canlandırmalıdırlar. Türk ocaqları, yəni o əncümənlər, dərnəklər səhnələrində, yəni onların nümayişlərində, səhnə olur nümayiş, oyun, nümayiş də farscadır, oyun. Oyunlarında xalq tiyatrosu, xalq teatrı, yəni xalq oyunu olan Qaragöz. Qaragöz bir dənə o zaman oyunumuş. Onu, orta oyununu, bir dənə da oyun var həttəmən aldı, orta oyun. Ara sıra deyir, hərdən bunları göstərərək canlandırmalıdırlar. Deyir, hərdən, ara sıra, hərdən bir. Ara sıra, hərdən bir. Məsələn, bir dənə adamın dişlərinin biri düşüb, bir şey yox. Buna deyirlər ara sıra. Məsələn, bu diş düşüb, bu yox, bu diş düşüb, bu yox. Beləsi, buna deyirlər ara sıra. Məsələn, beləsi bir diş olsa. İndi ara sıra, yəni hərdən bir deyir, bu nağılları da oynamalıdır. Avropanın, Amerikanın üstünə getməyək, o teatrlara baxmayaq, o kitabları oxumayaq, özümüzünkiləri də qeydməliyik. Masalcılara masal söylədərək, məddahlara da təqlidlərə yapdıraraq, saz şairlərinə dastanlar, qoşmalar, manilər
oxudaraq milli ədəbiyyatı canlı bir biçimdə xalqa göstərə bilirlər. Deyir ki, indi biz o qədim milli ədəbiyyatımızı bir canlı saxlamaq üçün nə etməliyik? Bunu istir deyə. Deyir ki, pəs məsələn, deyək ki, Güney Azərbaycanda təkəsəqqəl deyirlər, nə deyirlər, onu məsələn. Ya, məsələn, pəhlivanlar gəlir, pəhlivanlıq eləyirlər falan, bu cür bir şeyləri. Deyir, onları da gətirək millət görsün hərdən, yaddan çıxmasın. Deyir ki, amma bunun yanında masalları söylədərək, gedək masalcılardan, yəni o adamlar ki, nağıl bilirlər, onlardan istəyək ki, nağıl desinlər, nağılları desinlər, masalları söyləyərək, masalcılara masalları söylədərək, gedək nağıl bilənlərə deyək ki, məzə nağıldır, onlar nağıl deyərlər. Məddahlara təqlidləri, məddahlar bizim məddahlar deyil, bunu deyim. Bizim də məddahlarımız əlbəttə məddahdır, hər halda bunlar da bir şeyi mədh eləyirlər. Məddah, yəni o adam ki, çox mədh eləyir, çox birin, onu yaxcılır, onu çox mədh eləyir, mədh yəni onu gözəllədir, beləsi deyək. Təqlidlərə yapdıraraq, deyək ki, onlar da təqlid eləsinlər, yəni onların səsini çıxasınlar. Cəlib budur, İranda məddahlar fəqət ağladarlar, o deyil. Deyir ki, bunlar onun səsini çıxadacaqlar. Məddahlar o adamlardılar ki, məsələn, hərəyə bir səs çıxadırdılar. Təqlidlərə, yəni yamsamaq, yapdıraraq, onlara da deyək ki, bu təqlid eləyin. Saz şairlərinə dastanlar, saz şairlərinə deyək dastanları desinlər, qoşmaları desinlər, mahnılar gərək olayırdı, yazıb manilər, mahnıları desinlər, oxudaraq, onları mahnıları, burada dedim, manilər yazılıbdır, mahnılardır bu. Mahnıları oxudaraq, onlardan oxutduraq, milli ədəbiyyatı canlı bir biçimdə xalqa göstərə bilirlər. Deyir ki, biz belə deməklə, bunları xalqa canlı biçimdə milli ədəbiyyatımızı göstərə bilirik. Əlbəttə, bunlar radio istir, televizyon istir, teatr istir, sinema istir, film istir, serial istir ki, bunlar olsun. Və siz görürsünüz, Türkiyədə bu günləri bunlar, seriallar, ciddi seriallarda da belə gözəl mahnılar falanlar deyilir. Dədə Qurqud, Yunus Əmrə, Qayğısız Abdal, Dərdli, Karaca Oğlan, Aşıq Ömər, Gövhəri kimi xalq şairlərinə və Nəsrəddin Hoca, İncili Çavuş, Bəkir Mustafa kimi xalq tiplərinə, tip, yəni, bilirsiniz, məsələn, misal vursam, tipi baş taparsınız. Əvvələn biz İranda birdən filankəs tip vurubdur, yəni, məsələn, telin beləsi daribdir, özün bir şəxsiyyətə bənzədibdir, buna deyirik tip. Dəqiqən də bu anlamdadır, yəni filankəs tip vurubdur, yəni məsələn o zaman deyirlər ki, paçaquşa şalvar geyib məsələn, səqqəlin buradan vurubdur, buradan üstəsi, səqqəlin buradan vurubdur, məsələn, bığın buradan salıb, məsələn, latların bir qiyafəsi var, bir tipi var, beləsi deyim. Nohaxanların bir tipi var, məzhəbilərin bir tipi var, ərşəxanların bir tipi var. Məsələn, Ərdəbil ərşəxanlarının başında bir börk olardı, indi bilmirəm, qoyurlar ya yox, qoymurlar sahirə. Bu tip, yəni hər camiədə bir sinfıç var, onun bir tipi var, bir giyimi var, bir deyişi var, bir danışığı var, bir duruşu var, bir oturuşuğu var, ona ədəbiyyatı var, ona deyirlər tip. Hoca İncili Çavuş bir peykər kimi tiplərinə özəl gecələr ayıraraq, deyir, onlara gərək hərəsinə, onların şeylərinə hərəsinə bir gecə ayrılaq, özəl, məxsus bir gecə onlara ayıraraq bunların xatırlarını davam etməyə çalışmalıdır. Deyir, onları məsələn, indi İranda Yadbud deyirlər də, Yadbud gecəsi, məsələn, filan şairin bu gecə filan şair gecəsidir. Məsələn, deyək ki, Nizami Gəncəvi gecəsidir, ya Nəsimi gecəsidir, ya filan gecəsidir. Allah rəhmət eləsin, əgər vəfat etmiş olsa, Kərimi gecəsidir. Məsələn, onların şeirlərini oxumaqla, onu yada salmaqla, onu diri saxlayaq. Xalq ədəbiyyatına aid kitablarla sözlü gələnəkləri toplayıb xalq kitabxanaları qurmaqda türk ocaqlarının görevlərindən biridir. Deyir ki, türk ocaqlarının, dərnəklərinin, əncümənlərinin bir görəvi, vəzifəsi də budur ki, neynəsin? Gəlsin, xalq ədəbiyyatına aid, yəni o haqda, xalq ədəbiyyatı haqqında yazılmış kitabları, sözlü gələnəkləri, yəni eşitdiyimiz sözlər ilk ağızdan çıxır, amma gələnəkdir, yəni sinədən siniyə gəlibdir. Onları toplayıb xalq kitablarına
xalq kitabları qormaqda Türk ocaqlarının deyir ki, bu kitabları taplayıb qoruyacaqdır. Əziz dostlar, təşəkkür edirəm. Bəhsi burada qutarır. Gələn həftə, yarın ömür olsa milli muzik bəhsin başlayacaq. Görək milli muziyə görə nə cür düşünür. İndilikdə hamıza can sağlığı arzulayıram. Hələlik.